Herkese salamlar. Mən Saynan həm təsisçisi Şahmar Meşli. Mən Saynanın direktoru Kifayət Məmmədli. Bugün sizə əziyyətimizin bəhrəsi Saynanı təqdim edəcəyik. Sayna da sadəcə kafedən ibarət deyil, Sayna həm də bir community centerdir. Buna görə də bizim ofis işçilərimizin oturduğu belə bir işçi otağımız olacaq hazır olduqda. Belə bir mənzərədən məncə şəhərdə ilk dəfə olacaq ki, podcast otağı olacaq və bu bizim community centerə aiddir. Ona görə buranı göstərmək istəmirik. Sizə biraz əvvəl danışdığımız hər şey bizim ikinci mərtəbədə idi, amma bizim məkanımız sadəcə ikinci mərtəbədən ibarət deyil, həm də birinci mərtəbə var. İndi isə düşək ora. Gördüyünüz hissələr 5 ayda davam edən əziyyətimizin bəhrəsidir. Bu gördüyünüz isə bizim bar hissəmizdir. Hazır hissəsini sayla özündə görəcəksiniz. Hazırda proseslər davam edir. Son yekun mərhələdəyik. Adətən məkanlarda görürük ki, palıd ağacından, daha tünd ağaclardan olur. Biz o rahatlığı, vizyonumuzu göstərmək üçün, yəni nə istəyirik, onun üçün bu göyş ağacından istifadə etmişik. Bu üst hissədir, bu üstdə olacaq. O üstü odur. Bunun üstündə olacaq, o yeri də açılıbdır görürsüz. Onda belə danışaq. Biz neçə günə söz alırıq sizdən? Neçə günə bizə təhvil verirsiniz? Yəqin ki 15-nə. 15. İnşallah. Gördüyünüz kimi Sərxan bəylərdən sözümüzü aldıq. Danışıqlar da davam edir. Artıq növbəti əməkdaşlıq etdiyimiz məkanlara keçək.